Salam. Bu videoda biz proqramlaşdırma öyrənməyə bu kanal və səhifə olaraq necə yanaşacağıq, bundan danışmaq istəyirəm. Proqramlaşdırma öyrənməyə yeni başlayan şəxslərin etdikləri belə bir səhv var ki, onlar məsələn proqramlaşdırmada olan HTML, CSS, JavaScript kimi texnologiyaları tam ardıcıllıqla öyrənməyə çalışırlar. Yəni əvvəlcə HTML öyrənirlər və deyirlər mən HTML-i çox yaxşı öyrənməliyəm, bitirməliyəm, oradakı bütün detalları öyrənməliyəm, bundan sonra CSS keçməliyəm. CSS keçib CSS-i çox yaxşı bildikdən sonra JavaScript-i keçməliyəm. Mən bu metodun yanlış olduğunu düşünürəm. Ona görə ki, bu texnologiyalar baxmayaraq ki, bir-birləri ilə əlaqəlidir, yaxşı olar ki, HTML-i müəyyən qədər bildikdən sonra CSS-i öyrənək və daha sonra JavaScript-ə keçək. Lakin CSS-ə başlamaq üçün HTML-i mükəmməlləşdirməyə və ya JavaScript-ə başlamaq üçün CSS-i mükəmməlləşdirməyə ehtiyac yoxdur. Biz də YouTube kanalındakı videolarda bu anlayışla video ardıcıllığını qurmağa çalışacağıq. İndi keçək digər yanaşmamıza. Digər yanaşmamız ondan ibarətdir ki, biz proqramlaşdırma öyrənən zaman süni intellektdən istifadə edəcəyik. Bundan 5 il əvvəl süni intellekt bu qədər yaygın deyil idi və proqramlaşdırma öyrənən zaman istifadə olunmurdu. Mən də özüm proqramlaşdırma öyrənəndə istifadə etməmişəm. Lakin bu gün şərtlər fərqlidir. Bu gün belə bir möhtəşəm alətimiz var. Biz onu istifadə etməliyik. Nəinki süni intellektdən suallar yazıb soruşmaq, eyni zamanda vibe coding olaraq bilinən bir anlayış var hal-hazırda. Yəni süni intellekt istifadə edərək proqramlaşdırma etmək, müəyyən layihələrin üzərində işləmək. Biz vibe coding anlayışını da yenə proqramlaşdırma öyrənən zaman istifadə edəcəyik və daima bir tərəfdə ənənəvi yolla proqramlaşdırma öyrənəcəyik, ənənəvi proqramlaşdırma üsullarını istifadə edəcəyik. Digər tərəfdənsə eyni işi vibe coding vasitəsilə edib aradakı fərqə baxacağıq və eyni zamanda bu tip alətlər bizdən nəyi fərqli edirlər, bunu görməyə çalışacağıq. Prosesi belə apardığımıza görə düşünürəm ki, daha maraqlı olacaq. Çünki artıq proqramlaşdırma başladığınız ilk günlərdən siz müəyyən layihələr ortaya qoya biləcəksiniz və bu da motivasiyanın qorunmağında çox vacib rol oynayır. Sağ olun, sağlıqla qalın.